Salam, hörmətli izləyicilər. Vətəndaşlar narahat olaraq sual verirlər ki, valideynim vəfat edib, mən vərəsəyə payı götürmüşəm. Amma valideynin sağlığında banka borcu var idi. İndi bank evin müsaade eləməsi, yəni borcu görə evi əlimizdən alır. Biz qalacaq bayda. Nə edək? Mən hüquqşünaslar Seyidzadə demək istəyirəm ki, narahat olmayın. Həm ev yəslərini deyən, həm vərəsəyə deyəm. Müəyyən hava var ki, yəni bank sizin əlinizdən evi ala bilməz. Əgər maraqlıdırsa video sonuna qədər baxın. Bu barədə məlumat verəcəm. Amma əvvəlcədən sizdən xahiş edirəm, videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin xəbəri olsun. Ona görə ki, hörmətli izləyicilər, mən özüm 50 olan şəxsəm, 50 arabasındayam. Bir yeri açıram hüquqi yardım göstərməyə. Eyni zamanda 50 dostlarımın 50 işini satmağa. İstəyən hamı bilsin, ona görə mənə abunə yığmaq lazımdır. Eyni zamanda onu qeyd edin ki, vəsait yığılan ki, 50 dostlarımın 50 işini alın, satın orada. Yəni, əgər siz videodan bir faydalanırsınızsa, imkan daxilində ödəniş edin. 3 manat, 4 manat, 5 manat, kimin gücü nəyə çatırsa. Normalda hüquq məsləhətin verilməsi istər telefona, istər əyani 10 manatdır. Amma ayın axırına qədər kampaniya edirəm. Kimin gücü nəyə çatırsa ödəniş etsin. Hörmətli izləyicilər. Buyurun, zəngin məsləhət də ala bilərsiniz. Eyni zamanda video sizi qane etsə ödəniş edə bilərsiniz. Qeyd onun kat nömrəsini, telefon nömrəsini əyəqə saxlayaraq. Hörmətli izləyicilər. Məsləhət almaq üçün əyəqə saxlaya bilərsiniz. Ödəniş üçün həmin kat nömrəsinə ödəniş edə bilərsiniz. Və yəni keçən mövzuya, hörmətli izləyicilər. Deməli, qeyd edirəm. Əgər belə deyəm, mülkiyyət sahibinin evi yeganə evidirsə, əgər əvvəldən yazıb qoymur ki, mən evimi banka qoyuram, mənə falan qədər məsələsi 2000 pul versin, belə bir şey yoxdursa, banka onun belə deyək, evi müsaade edə bilməz. Dediyim kimi, əgər yeganə evdirsə, hörmətli izləyicilər, əsas məsələdən biri budur. Eyni zamanda vərəsəyə, bilirsiniz ki, bir qanun üzrə bir neçə vərəsə olur. Yəni, birinci növbə vərəsəyə həyatlı yoldaşı sayır, evlatlar sayır, valideynlər sayır. Sonra digər şəxslər sayır, nəvə, dövəl, bacı, qardaşlar sayır, belə deyək də. Növbə ilə gedir, hörmətli izləyicilər. Vərəsənin hər hansının biri orada qalırsa, yeganə evirsə, başqa evi yoxdursa, ondan da yəni alına bilməz. Hörmətli izləyicilər, nəzərə alın. Əsas məsələdən biri budur. Bir məsələni qeyd edin ki, hörmətli izləyicilər, mən indi izah edəcəyim geniş bunu. Bu short hissəsində 3 dəqiqədən artıq video qoyma imkanı olmadığına görə, hörmətli izləyicilər, yəni ki, tam videoya baxın. Mən short bölməsində qısa bildirirəm ki, videonun adı budur, baxın. İndi yuxarıda adı yazılacaq, hörmətli izləyicilər. Ay, yəni keçən mövzuya. Əgər